Əziz izləyicilərimiz, növbəti bir Ramazanla Diriliş proqramında xoş gördük sizləri. Bəzən bir səs eşidərik və o səs sadəcə qulağımıza yox, ruhumuza toxunar. Bəzən bir ayə oxunar və o ayə söz olaraq qalmaz, qəlbimizdə dirilişə çevrilər. Ramazan sükutun danışdığı, ruhun oyandığı bir zamandır. Bu ayda ən çox eşitdiyimiz səs isə Qurani Kərim avazıdır. Bu avaz təkcə oxunuş kimi səslənmir. O, məqamdır, hissdir, qəlbdən qəlbə uzanan görünməz bir yoldur. Bugün Ramazan ayı və Quran haqqında danışacağıq. Quranın gözəl səslə oxunması, avazı haqqında. Studiyamızın çox dəyərli qonağı ilə birlikdə mövzumuzu müzakirə etmədən öncə gözəl bir Quran sədası, Quran tilabəti dinləyək, ondan sonra yenidən birlikdəyik. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا اجتنبوا كثيرا من الظن إن بعض الظن إثم ولا تجسسوا إن بعض الظن إثم ولا تجسسوا ولا يغتب بعضكم بعضا أيحب أحدكم أن يأكل لحم أخيه ميتا فكرهتموه واتقوا الله إن الله تواب رحيم. يا أيها الناس إنا خلقناكم من ذكر وأنثى إنا خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير. قالت الأعراب آمنا قل لم تؤمنوا ولكن قولوا أسلمنا ولما يدخل الإيمان
أسلمنا ولما يدخل الإيمان في قلوبكم وإن تطيعوا الله ورسوله لا يلتكم من أعمالكم شيئا إن الله غفور رحيم صدق الله العظيم. Bəli əziz izləyicilərimiz, qeyd etdiyimiz kimi Quran ayı Ramazan ayında məhz Quranın avazı, Quranın tilavəti haqqında danışırıq. Bu gün studiyamızın qonağı çox dəyərli qari, Qurani Kərim müəllimimiz, çox dəyərli insan Sadiq Ramizoğludur. Sadiq müəllim, xoş gördük. Xoş gördük Eldar müəllim. Ramazan ayınız mübarək olsun. Allah bu ayda etdiyiniz bütün ibadətləri, bütün duaları öz uca dərgahında qəbul eləsin inşallah. Amin inşallah, cümləmizin, hər birimizin inşallah. Sadiq müəllim, belə bir elmi araşdırma var ki, insanlar ilahi mətnləri, dini mətnləri melodik bir səslə dinlədiyi zaman onların qəlbinə daha çox riqqətə gətirir. Daha çox onları emosional bir vəziyyətə salır. Yəni, bəzən insanlar var ki, Qurani Kərimi dinləyir, mənasını anlamadan ağlamağa başlayır. Qurani Kərimin o qarisinə, onu tilavət edən insanın səsi, onun oradakı, belə deyək, tilavətdəki şirinliyi, avazı həmin insanın emosional olaraq fərqli bir hala, vəziyyətə düşməsinə gətirib çıxarır. Sualım belədir, yəni Quran oxumaq sadəcə, belə deyək, düzgün tələffüz etmək də demək deyil. Yəni düzgün tələffüz etmək, təcvidlə oxumaq, bunlar hamısı öz yeri var. Bir də o səs var, avaz var. Bu artıq həmin o mətnə, həmin o oxunan mətnə fərqli bir ruh da qatır. Bu mənada avazla Quran-ı Kərimin oxumağın mahiyyəti nədir? Və avaz Quranın mənasını və təsirini necə dəyişdirir və ya təsirinə təsir qatır? Belə deyək. Eldar müəllim, xoş gördük, fürsətdən istifadə edib bütün Dəyər TV izləyicilərin hər birinin Ramazan ayının xeyirli, bərəkətli olmasını diləyirəm. Rəbbimiz bu Ramazan ayını hər birimizə layiqli bir şəkildə keçirtməyi nəsib eləsin. Amin. Bəli, çox gözəl vurğuladınız. Bizim Quran-ı Kərimdən öncəki gələn kitablarda da, yəni izləyənlər də, əvvəldən izləyənlər də görübdülər ki, yəni başqa dinlərdə də ilahi kitablar müəyyən nəğmələrlə səsləndirilir. Hətta Quran-ı Kərimin bu formada səsləndirilməsinə Peyğəmbərimiz əleyhissalam bizi sövq eləyir, təşviq eləyir ki, bu şəkildə oxumaq daha gözəldir. Və hətta belə bir hədis var ki, kim təğənni etməsə bizdən deyil. Təbii ki, bu təğənni etmək məsələsi biraz geniş mövzudur. Həm də burada təbii ki, o insana o qabiliyyət verilibdirsə məsələsi var. Bəzi insanlar var ki, onlarda heç cür musiqi duyumu yoxdur. Bu onun yaradılışı ilə əlaqəlidir. Ona da başqa Allah Teala üstünlüklər veribdir. Bu duyğu kimlərdə varsa, ondan istifadə etməyə sövq eləyir Peyğəmbərimiz əleyhissalam. Və başqa bir hədisdə buyurur ki, Quran-ı Kərimi səsinizlə gözəlləşdirin. Quran oxunuşunu səsinizlə gözəlləşdirin. Avazla oxumaq, yəni təğənni etmək Quranın bəzəyidir. Bunların hər biri bir hədisdir və Peyğəmbərimiz əleyhissalamın Quran-ı Kərimi bizi necə tələffüz etməyimizi, necə tilavət etməyimizə sövq eləyən hədislərdir. Siz bayaq vurğuladığınız kimi ən əsas birinci məsələ təcvidlə düzgün tələffüz etmək, bütün hərflərin məxrəclərinə, yəni tələffüz qaydalarına riayət eləyərək oxumaq, yəni ərəb ləhcəsi ilə oxumaq, qısa desək, tam ərəb ləhcəsi ilə oxumaq lazımdır. Bundan sonraki mərhələdə artıq avaz ortaya çıxır, yəni avaz irəliyə gəlir ki, yəni Quran-ı Kərimi avazla
tilavət etmək məsələsi var ki, burada da avazı düzgün istifadə etmək istəyirsə əgər bir Quran qarisi, qari deyilir Quran oxuyanlara, Quran qarisi avazları düzgün istifadə etmək üçün mütləq ərəbcə bilməlidir. Çünki ərəbcə bilməsə, hansı ayəni, hansı intonasiya ilə oxuyacağını insan bilə bilməz. Hətta bizdə məsəl üçün Azərbaycan muğamlarında da xanəndələrimiz, hansı ki əruz vəznini çox gözəl bilən xanəndələr var, onların oxuduqları muğamların təsiri daha güclüdür. Çünki onlar orada hansı beyitləri, hansı formada səsləndirəcəklərini çox gözəl bilirlər. Bu da onun kimi bir misaldır. Biz oxuyacağımız muğamlar, muğam deyilir də, buna geniş mövzudur. İzləyicilərimiz biraz fərqli başa düşməsinlər bunu. Çünki Azərbaycanda biraz muğam deyəndə tar, kaman, qabal, bu trio belə deyək də. Bəli, biz bunu belə deyək də, burada məqamlar deyək. Yəni orada biz məqamlarla da bağlı mənim sualım var idi sizə. Bayatı, rast, hicaz kimi o bəzi məqamlar var ki, yəni burada muğamda istifadə olunan o avazlardır, belə deyək də, orada istifadə olunur. Bu Qurani-Kərim tilavətində də istifadə olunur. Yəni elə siz bu kontekstdən sualı dəyərləndirin ki, izləyicilərimiz üçün daha aydın görürsün. Bəli, məqamdır. Öz sözün kökü də ərəb dilində çox gözəl bilirsiniz. Məqamdır. Azərbaycan dilinə keçərkən muğam olaraq keçibdir. Məqam da mövqe, yer mənasını verir. Yəni bizim o səsimizin intonasiyasındakı o yer, çıxartdığımız ilk və yaxud da ən əsas məsələ çıxardacağımız son səs ki var, dayanacağımız səs. O səsin adıdır yer. Mənası da hətta musiqi notlarında da onların hər birinin öz adı var. Çahargah, məsəl üçün, 4-cü yer. Seygah, məsəl üçün, 3-cü yer mənasında. Səsin 3-cü dərəcəsi mənasındadır. Bunların hər birinin adları ümumi olaraq məqamdır. Azərbaycan dilindən muğam olaraq keçir. Yəni bu nəğmə deməkdir, belə deyək. Hətta elə Qurani-Kərim üçün istifadə olunanda avaz desək, hər kəs daha düzgün qəbul edir bunu. Yəni avazları, hər bir avazın fərqli bir duyğusu var. Bütün avazların fərqli duyğuları var, bütün məqamların. Bəziləri coşquludur, bəziləri hüzünlüdür, bəziləri yalvarış ədasındadır. Buna görə də biz əgər Qurani-Kərim oxuyarkən o ayəni görürüksə ki, məsəl üçün deyək ki, əmr ayəsidir, ona uyğun bir avaz seçəcəyik. Yox, burada yalvarış, dua ayəsi varsa ona uyğun bir avaz seçməliyik. Cənnət ayələridirsə, məsələn, cənnətlə müjdələmə ayə daha yumşaq, daha mülayim. Bəli, sevgi dolu, məhəbbət dolu. Cəhənnəmdirsə, əgər cəzadırsa, bu daha ağır, daha belə digər məqamlardan istifadə edir. Yəni bunu da əslində musiqi bilgisi, o bayaq qeyd etdiyiniz kimi, yəni burada bilgi çox önəmlidir. Yəni o istedadın olması, o məqamları bilmək, o avazları bilmək özü də bir qabiliyyətdir ki, yəni sən hansı ayədə hansı məqamdan, hansı avazdan istifadə etməyin və bir-birinə uyğunlaşdırmaq çox önəmlidir və o uyğunlaşdırdığın zaman da dinləyiciyə də müsbət mənada təsir edir deyə düşünürəm. Bəli. Yəni siz onu necə müşahidə edirsiniz? Yəni siz ümumiyyətlə Quran oxuduğunuz zaman avazları öncədənmi seçirsiniz, yoxsa ayələrə görəmi avaz seçirsiniz oxuyacağınız? Burada da məsələ bu işi nə qədər bacardığımızdan asılıdır. Biz bu işdə nə qədər püxtələşsək, yəni bu avazlar bizim loru dildə desək qanımıza işləsə, bunda biz artıq daha rahat oluruq. Və təbii ki, burada yenə də ərəbcə bilmək çox önəmlidir. Və Qurani-Kərimin oxuyuşunda 3 üsul var. Çox sürətli bir oxuyuş var, orta oxuyuş var ki, hansı ki el arasında buna tərtil deyilir və yaxud da mürəttəl deyilir. Və təhqiq oxuyuş var ki, ən yavaş üsul oxuyuşdur. Tərtil oxuyuş namaz oxuyuşudur və yaxud da Quran-Kərimi xətmi olunarkən oxunan orta sürətli oxuyuşdur. Təhqiq oxuyuş isə daha yavaş sürətlə oxunan bir Quran-Kərim oxunuş üslubudur. Biz təhqiq oxuyanda... Birinci də daha sürətlidir, düzdür mü? Hafizlər Quran əzbərlədiyi zaman daha sürətli oxunuş yaşayır. O sadəcə ilk olanı, o daha sürətli olanı sadəcə əzbərləmək üçün uyğundur. Quran-Kərim normal oxuyuşlarda və yaxud da namazda uyğun deyil o formada oxumaq. Təhqiq oxuyuşu ki deyirik, çox yavaş, asta oxuyuş, hansı ki avazla oxumağa daha münasibdir. Biz bir ayəni oxuduq, fasilə veririk, həm nəfəsimiz dincəlir, həm səs tellərimiz dincəlir, qarşıdan dinləyənlər dincəlir
səs olaraq və onu düşünməyə vadar edir insanı bu fasilə. O fasilə arasında növbəti ayəyə göz gəzdirir ki, görək bu ayə nədən bəhs olunur. Bəhs olunan ayəyə uyğun o anda biz avaz seçə bilirik. Əvvəlcədən planlaşdırıb ola bilər. Məsəl üçün, deyək ki, bir məclisdə bizə tapşırılıbdır ki, bir 5 dəqiqəlik Quran tilaməti olacaq. Biz, deyək ki, bir 10 sətirlik bir yer seçmişik özümüz üçün, bir mövzu seçmişik. O mövzuda hansı ayədə, hansı muğamı istifadə edirəm, öncədən qərarlaşdıra bilərik. Qərarlaşdırmasaq belə, əgər biz bu işdə professionalıqsa, o andaca o ayənin gedişatına uyğun avaz seçə bilərik. Yəni, bu formada istifadə olunanda qarşıdakına daha yaxşı bir təsir bağışlayır Quran-ı Kərim oxunuşu. O məqamdan məqama keçiş, avazdan avaza keçiş. Məsələn, deyək, bir ayədə cənnət ayələridir, yumuşaqdır. 2-də cəhənnəmdir, daha ağırdır. Məsələn deyirəm, və yaxud da yalvarışdır, duadır. O məqamdan məqama keçiş, dinləyicinin qulağında hər hansısa bir yanlış bir, belə deyək, musiqi və yaxud da o avazı yanlış olaraq anlamırmı ki? Yəni, burada, necə deyim, bir qarışıqlıq meydana gəlir, gəlmir. Yəni, bunu belə bir misal vermək olar. Deyək ki, manuel sürətlər qutusu olan bir avtomobil sürməyə başlamışıq təzə-təzə. Sürətləri birinci sürətdən ikinciyə keçirdərkən təzə başlayan adam necə maşın belə yerində sirkələnir? Yəni, o yaxşı eləyə bilmir də, bacara bilmir düzgün. Amma bir il, məsəl üçün, avtomobili sürəndən sonra artıq heç onu oturan hiss eləmir ki, bu nə vaxt keçdi 2-yə, nə vaxt keçdi 3-ə. Bu da eyni onun kimidir. Başlayanda o ola bilir, bəli, təzə başlayan adam oxuyarkən qarşıdakının qulağına o xoş gəlməyə bilir. Amma professionallaşandan sonra artıq o hiss olunmur. Bir baxır ki, hə, bu fərqli bir avaza büründü oxuyuş. Bu formada olur, yəni. Sadiq müəllim, yəni siz ümumiyyətlə tələbələrə bu Quran öyrədərkən, yəni Quranın, deyək, əlifbanı öyrənməyə gəlib, siz elə o ilk dərslərdən etibarən başlayıb məqamları, avazları öyrədirsiniz, yoxsa artıq Quran-ı Kərimə keçir adam, artıq ayələri tam sərbəst şəkildə oxuyur, ondan sonra başlayırsınız avaz təliminə və yaxud da heç baxırsınız ki, bu tələbənin ümumiyyətlə qulağında o suluq dediyimiz şey, anlayış yoxdur, yəni heç buna ümumiyyətlə ehtiyac yoxdur. Bu elə necə bilirsiniz, elə düz oxuyuşda davam etsinmi deyirsiniz? Bəli, o əsas məsələ burada musiqi duyumu olub-olmamaq məsələsidir. Və ondan da əsas məsələ, əgər musiqi duyumu olsa belə, birinci olaraq Quran-ı Kərimi düzgün oxumaq və təzvid qaydaları dediyimiz Quranın düzgün oxuyuş qaydalarıdır ki, nizam-intizamlı oxuyuş qaydaları. Bu qaydaları tam öyrənib qurtarmayan ümumiyyətlə avaz öyrənməməlidir. İlk başda gələn, çünki bizim üçün ən önəmli olan təzvid qaydalarıdır. Təzvid qaydalarını mükəmməlləşdirəndən sonra avazları öyrənə bilər. Onsuz da burada belə bir məqamda var. Əgər o insanın musiqi duyumu varsa, normal Quran-ı Kərim oxuyarkən ondan asılı olmayaraq nəğmələr onun ağzından, yəni belə süzülür gəlir, yəni nəğmələr. Amma onu belə deyək də yönləndirmək lazımdır ki, yəni bu bəzən görürsünüz ki, bir adam hansısa bir məscidin imamı deyir ki, bu günlərin bir Quran oxudum, elə xoşuma gəldi ki, heyf, gərək onu qeyd eləyəydim. Sonra da o avazı oxuya biləydim. Bu onun musiqini bilməməsindən irəli gəlir. Nə vaxtsa eşitdiyi çox gözəl, ona xoş gələn bir nəğmə onun ruhuna işləyib, oxuduğu zaman o nəğmələr gəlir, zehnindən gəlməyə başlayır. Amma onların o nizamlarını bilsə, o oxunuş qaydalarını bilsə, onu istədiyi vaxtı, istədiyi tərzdə oxuya bilər. Aydın da artıq öz səsini yazmağa ehtiyac olmur ki, nə vaxtsa onu dinləyim, yenə o eyni şəkildə oxuyum, amma dediyiniz kimi o yəqin ki, onun da bir notu var, onun da bir formatı var. Mənim izləyicilərimiz üçün də maraqlı olar deyə düşünürəm, Sadiq müəllim. Məsələn, bunun üçün, belə deyək də, çox qısa bizə hansı yolları, hansı metodları öyrədə bilərsiniz? Elə bax, bu 2-3 dəqiqə içərisində ki, məsələn, izləyicilərimiz üçün də agah olsun ki, yəni mən, yəni burada deyək Fatihə surəsi üzərindən götürsək, hər kəsin bildiyi, hər kəsin oxuduğu, namazında oxuduğu, hər rəkatda oxuduğu bir Fatihə surəsi, onu özü oxuduğu zaman öz-özlüyündə, məsələn, bir neçə məqam üzərindən onu biz izləyicilərimizə hansı şəkildə təqdim edə bilərik? Yəni, onlar daha rahat özləri də bundan istifadə edə bilsinlər deyə. Yəni, bu avaz öyrənmək metodları var. Bəli. Əlbəttə ki, bunun ən
üst səviyyəsi musiqi notlarını öyrənib, notlarla onu biləndə hansı not bizə hansı muğamın, hansı avazın qapısını açır, biz onda onu bildiyimizə görə daha rahat oluruq, daha rahat avazdan avaza keçid eləyə bilirik. Amma o siz bayaq dediyiniz kimi suluqla da, yəni yamsılamaqla belə deyək, təqlid deyilir. Bizim dilimizdə belə istifadə olunur. Yamsılamaq daha hər kəsə aydın olur. Yamsılamaqla da öyrənilə bilər. Yəni istədiyimiz, xoşumuza gələn hər hansı bir qarinin deyək ki, Fatihə surəsi oxuduğu Fatihə surəsini istənilən deyək ki, bəyət muğamında və yaxud da rast muğamındakı o tilavətini çox dinləyib birinci nə etmək lazımdır? İlk o Fatihə surəsini çoxlu dinləmək lazımdır. Bir müddət dinləyəndən sonra biz avtomatik onunla bərabər oxumağa başlayırıq. Hətta o səviyyəyə gəlir ki, biz elə bilirik ki, ondan oxuya. Biz tam bu avazda oxuya bilirik. Amma biz o qarinin səsini bağlasaq, özümüz oxuyanda görəcək ki, hə, yox, hələ ki büdrədiyimiz yerlər var. O büdrədiyimiz yerləri özümüz tək-tək bir ayə-ayə başlayıb düzəltməyə çalışırıq və tam düzəldəndən sonra da davamlı oxumaq lazımdır ki, o səs tellərimiz də ona vərdiş eləsin. Deyək ki, idmançı 5 dənə turnikdə özünü darta bilirdisə, müəyyən müddətdən sonra 20 dəfə darta bilir. Yəni onun üçün artıq 5 sadə bir məsələdir. Bu da onun kimidir. Daha çox çalışandan sonra o artıq o muğamda, o avazda daha gözəl oxuya biləcək inşallah. Sadiq müəllim, Ramazan ayı içərisindəyik. Ramazan ayı verilişimizin əvvəlində də qeyd elədik, Quran ayıdır, Quranın nazil olduğu aydır və çox müsəlmanın da bu ayda Qurana sarıldığı, Quran öyrənmək üçün çalışdığı bir aydır. Siz də, mən bilirəm ki, sizi yaxından tanıdığım bir insan olaraq, siz Ramazan ayında hər gün bir cüz canlı olaraq öz izləyicilərinizdə, öz tələbələrinizdə bir cüzü oxuyursunuz, onlara həm tilavət edirsiniz, həm də Quran belə deyək, tədrisi ilə yaxından, yəni bu onun incəliklərini bilən bir insan kimi Ramazan ayında tələbələrinizin və yaxud da bu tələbələriniz olmayıb sizi izləyən insanların bu ay içərisində Qurana münasibəti, Quranın avazına münasibəti necədir? Artım varmı? Ümumiyyətlə, yəni buradakı Ramazan ayındakı insanların Qurana olan münasibətini necə dəyərləndirirsiniz? İnsanlar, bəli, düz deyirsiniz. Hətta o qədər olur ki, bəzən görürsünüz, yazırlar və yaxud da üz-üzə görüşəndə deyirlər ki, istəyirəm, niyyət eləmişəm ki, bu Ramazan başlayayım, Qurana keçim, Quran oxuyum. Və yaxud da deyir, Quran oxuya bilir, deyir ki, istəyirəm ki, ilk dəfə bu Ramazanda xətm eləyim Quranı. Yəni, xüsusən Ramazan ayında daha çox insanlar Quran-ı Kərimə daha çox sarılır ki, bu bizə Peyğəmbərimizdən qalmış bir nümunədir. Peyğəmbərimiz əleyhissalam da Həzrəti Cəbraillə hər ay enən ayələri təkrarlayırdılar. Ramazan ayında xüsusən bütün ayələri təkrarlayırdılar. Yəni, hətta ən son il, hansı ki, Quran-ı Kərim tam cəm olmuşdu, bu Quran xətmi 2 dəfə olmuşdu, 2 dəfə baş vermişdi. Yəni, demək ki, Quran-ı Kərimə digər aylardan daha çox Ramazanda sarılmalıyıq. Niyə? Çünki Ramazan ibadətlərin savabının daha çox artdığı bir aydır. Hətta Qədir surəsində belə bir ayə var ki, Leylətül Qadri xayrun min əlfi şəhr. O ay, o Qədir gecəsi ki, 1000 aydan daha xeyirlidir. Niyə? Çünki savabı daha çoxdur. Yəni, bu bizim Quran-ı Kərimi daha çox oxumağımıza nə qədər fürsətdir, yəni bu fürsətlərdən istifadə etməyimizə sövq eləyir. Və bu insanlar da bunu bildiklərinə görə daha çox Quran-ı Kərimə bağlanırlar. Sadəcə, bayaq da biz qeyd elədik, yəni Quran-ı Kərimi bəzən anlamayan insanlar belə bir qarinin səsindən, avazından, onun məqamından təsirlənirlər və duyğusal, emosional vəziyyətlər hiss edirlər özlərinin daxilində. Sizin üçün, yəni Quran oxuyarkən ən təsirli an hansıdır? Məsələn, özünüz oxuyursunuz və o anda siz daha emosional olursunuz, duyğusal olursunuz və elə bir ayə varmı ki, onu oxuyarkən özünüz də dərin bir şəkildə təsirlənirsiniz? Bəli, burada həqiqətən bir ayə var. 1, 2, 3 ayədir, səhv etmirəmsə. Çox təsirlidir, dəhşət dərəcədə. Hərəyə bir yerdən bəzi ayələr təsir eləyir. İndi mənə də o hissəsi təsir eləyib. Ümumiyyətlə, hansı ki biz dedik ya, avazla ki, Quran oxuyuruq. İndi bir çox yox da, az da olsa ərəbcə məlumatımız var deyə, normal oxuduğumuz ayələrin içində hansı ayəni başa düşürüksə, o daha çox insana təsir eləyir.
Yəni tərcümə bilirsiniz də, o mənanı tam vermir. Hər bir dilin özünün içində onun ruhu var və ərəb dilində də onun kimi cümlənin içində onun ruhu gizlənir. Onu o dili biləndə daha çox təsirli olur. Hətta fikir vermisinizsə, bəzi məscid imamlarının qeydləri var ki, namazda Fatihədə ağlayırlar. Bəli. Yəni o hissi yaşayır, ona görə təsirlənir. Bunu da hətta ilk dəfə mənim qarşıma belə bir, yəni Quran-Kərim onsuz da davamlı hər birimiz oxuduğumuz yerlər var da. Taha surəsi hər zaman qarşımıza çıxan və yaxud da ara sıra oxuduğumuz bir surədir. Mən bir mərhum Misirli qari var, Əlil Bənna. Onun tilavətinə qulaq asırdım. Tam da o ayənin ruhuna uyğun bir avaz seçmişdi. Çox ağır, ədalı bir oxuyuşla o Taha surəsindəki ayələri oxuyanda mənim tüklərim həqiqətən biz-biz oldu. Çünki o oxuyub, özümüz oxuyuruq, amma fərqinə varmamışıq. O ayədəki o nəğmələri elə istifadə eləmişdi ki, o artıq mənim ruhuma işlədi ki, hə, bu ayələr həqiqətən dəhşətlidir. Ayə, səhv etmirəmsə, Taha 123-124-cü ayələr olmalıdır. Rəbbimiz buyurur ki, bəzi insanlar var ki, onlara biz hidayət yolu göstərən kitab göndərdik. Amma ayənin belə tam tərcüməsini demirəm də, məzmununu deyirəm. Yəni, biz onlara o hidayət kitabını göndərdik, onlar o hidayət kitabından əgər yapışıb onunla davam etsələr, onun yolunu davam elətdirsələr, xoşbəxt olacaqlar. Amma əgər o yolu davam etdirməsələr, göz ardı etsələr, onların məişəti də çətinləşəcək və onlar xilas ola bilməyəcəklər. Hətta qiyamət günü o insanlar gözü kör olaraq dirildiləcəklər. Və o insan Rəbbimizə deyəcək ki, bu formadadır mətni, Bismillahirrahmanirrahim, Limə həşərtəni ə'mə və ləv kuntu bəsira. Səhv etmirəmsə bu formadaydı ayə. Yəni, məni niyə görə kör olaraq diriltdin? Axı, mən görürdüm. Rəbbimiz buyurur ki, mən sənə ayələrimi endirdim, hökmləri göstərdim, amma sən onu unuttun. Sən onları unuttun, yəni gözün görmədi də o ayələri. Bugün də sən unudulacaqsan. Çox dəhşətlidir, yəni hər birimiz insanıq da, hər birimizin xətası var, hərənin bir zəif nöqtəsi var ki, o zəif nöqtədən şeytan insanı yoldan çıxardır. Yəni, qiyamət günü vəziyyətimiz necə olacaq? Bu ayələr çox təsirlidir. Yəni, mən bu ayəni hər oxuyanda və yaxud da dinləyəndə tüklərim həqiqətən biz-biz olur. Bəli, qeyd etdiyiniz kimi Sadiq müəllim, yəni Quran-ı Kərim hər bir ayəsi, hər bir könülə, hər bir qəlbə, hər bir şuura fərqli bir şəkildə toxunur, təsir edir. Amma nəticə etibarilə Quran-ı Kərim eyni zamanda bir şəfadır. Quran-ı Kərim eyni zamanda bir hidayət rəhbəridir, eyni zamanda bir nur qaynağıdır. Yəni, hansı nöqtədən baxsan, hansı tərəfindən tutsan, onun sənin üçün bir fayda var, sənin üçün bir dəyər var. Yetər ki, tutasan, yetər ki, Allahın ipinə bərk-bərk sarılasan. Allahın ipi də məhz elə Quran-ı Kərimdir. Yəni, Quran-ı Kərimdəki o qadağalara, o əmrlərə riayət etmək bir insanın həyatını istiqamətləndirmək deməkdir. Son olaraq bu Ramazan ayında bizim izləyicilərimizə, yəni Quran ayı olan Ramazan ayında Quranla birlik və bərabərlik üçün hansı tövsiyələri verərdiniz? Nələrə diqqət etsinlər? Neynəsinlər? Gündəlik, belə deyək, planlarını, proqramlarını hansı şəkildə qursunlar ki, həm Quranı öyrənsinlər, həm Quranı dinləsinlər, həm də Quranı yaşaya bilsinlər? Bəli, Quran-ı Kərim öyrənmək üçün və yaxud da dinləmək üçün biz deyək ki, indi elə bir dövrdə yaşayırıq ki, nəyisə xüsusi plan qoyanda vaxt çatdırmaq çox çətin məsələdir. Ən gözəli, mən belə bir nəticəyə gəlmişəm ki, deyək ki, hər gün onsuz da namaz qılırıq da, hər namazdan sonra və yaxud da namazdan sonra əvvəl xüsusi bir qısa bir müddət, 5 dəqiqə belə kifayət eləyir, ayırıb o namazın nizamına uyğun olaraq geçsək, yəni biz gündəlik həyatımızı namazımıza görə planlasaq, belə deyək, namaza görə planlasaq, orada o hər ayırdığımız 5 dəqiqə gündə bizə yarım saatlıq bir vaxt deməkdir.
hər gün yarım saat məşğul ola bilərik. İstəyir ərəbcəsi ilə və yaxud da heç cürə imkanlaşdırıb ərəbcəsini öyrənə bilmirsə, tərcüməsi ilə. Daha gözəl olar ki, təfsiri ilə məşğul olsunlar. Yəni, bu inşallah ki, o insanlara, o bizim dəyərli izləyicilərimizə çox faydalı olacaq inşallah. Ərəbcəsini öyrənmək çox gözəldir, çünki bu bizim ruhumuzun qidasıdır, Qurani Kərim. Amma tərcüməsini də bilmək çox gözəldir ki, axı biz orada nəyi oxuduq? Oxuduğumuzun mənasını da bilək ki, görək Rəbbimiz bizdən nə istəyir və yaxud da bizdən nə tələb eləyir. Aydındır, Sadiq müəllim. Sizə öz dəyərli vaxtınızı ayırıb bizimlə bərabər olduğunuz üçün öz təşəkkürümü bildirirəm. Sizə bu Ramazan ayında uğurlar, Ramazan ayında bol-bol səvab, bol-bol ibadətlər və o bütün etdiyiniz ibadətlərin də uca Allahın uca dərgahında qəbulunu təmənni edirəm, arzu edirəm. Yaxşı ki varsınız, yaxşı ki gəldiniz, var olun, sağ olun deyirəm. Minnətdaram, mən də sizə çox təşəkkür edirəm dəvətiniz üçün. Allah hər birimizin, izləyicilərimizin hər birinin ibadətlərini qəbul eləsin. Amin inşallah. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Bugün Quran ayı olan Ramazan ayında Qurandan, Quranın tilavətindən və avazından danışdıq. Son olaraq, bəzən sözlər danışar, bəzən isə səs danışar. Quran oxunduqda isə səslənən nə adi bir səsdir, nə də sadə bir mətin. Səslənən qəlbin özüdür. Avaz sadəcə gözəl səs kimi eşidilmir. O, qəlbin ayələrlə birlikdə titrəməsidir. Məqam musiqi anlayışı ilə məhdudlaşmır. O, ruhun dilidir. Bugün bir daha anladıq ki, Quran oxumaq sənət çərçivəsinə sığmır. Bu bir ibadətdir. Bu səsləndirmə aktından daha artıqdır. Bu yaşamaq və hiss etməkdir. Ramazanla diriliş proqramındakı qonağımız da çox dəyərli qarimiz Sadiq Ramizoğlu idi. Sağ olun, sağlıqla qalın.